Hani Yasəmən? Allah sen sakla. Yine uşağı işte cinatına Hani? Vay, Keç də. Unudulmaz obrazların müəllifi, Azərbaycan kino və teatr sənətinin sevilən simalarından biri olan Yaşar Nuri, 1951-ci il sentyabrın 3-də Bakıda aktyor Məmməd Sadıq Nuriyevin ailəsində dünyaya göz açıb. Sənətə marağı da elə ailəsindən gəlirdi. Kimler geldi, kimler gitti bu dünyadan, bu dünyadan. Kimler geldi, kimler gitti bu dünyadan, bu dünyadan. Arif olan nakam gitmez bu dünyadan, bu dünyadan. Yaşar Nuri ilk dəfə səhnəyə cəmi 11 yaşında çıxıb. O vaxtdan etibarən teatr və səhnə onun həyatının ayrılmaz bir hissəsinə çevrilir. Salam. salam. ...1974-cü ildə